Bu günlərdə Ramiz Mehdiyevin həbs olunma xəbəri insanlarda təəccübə səbəb olub. Yəni insanlar hələ də təəccüb eləyir ki, nəyə görə Rusiya ilə görüşdən sonra, Putin ilə görüşdən sonra İlham Əliyev Ramiz Mehdiyevi həbs etmək qərarına gəldi. Bu Azərbaycan insanının uzun müddət, uzun illər Rusiyanın Qafqaz siyasəti barədə məlumatsız olmasından irəli gəlir. Rusiyanın Qafqaz siyasəti Azərbaycanla bağlı həmişə manipulyasiya edilərək insanlara çatdırılıb. Çünki bu illər ərzində, son 2-3 əsr ərzində Cənubi Qafqaz Rusiyanın idarəsi altında olub. Və bu idarəetmə təkcə Rusiyanın məlum insanları tərəfindən deyil, həm də güya dırnaq arasında Rusiyaya müxalif olan insanlar tərəfindən də həyata keçirilib. Hazırda Azərbaycan hakimiyyətində olan qüvvələrin böyük bir hissəsi, həmçinin Azərbaycanın sözdə müxalifət olan Əli Kərimli kimi, İsa Qəmbər kimi və digər insanların böyük bir əksəriyyəti Rusiya tərəfindən idarə olunur. Diqqət edin, burada bir qədər yanlış fikir də başa düşülə bilər. Çünki Rusiya tərəfindən idarə olunma o demək deyil ki, bütün partiya Rusiya tərəfindən idarə edildiyini başa düşür. Misal üçün AXCP Rusiya tərəfindən idarə edilir. Bunu mən dəfələrlə bildirmişəm. Amma burada o demək deyil ki, AXCP-nin sıravi üzvü bundan xəbərdardır. Amma yekunda bu AXCP-nin məqsədləri Rusiyanın məqsədləri ilə həmişə üst-üstə düşübdür. Bəs bu idarəetmənin, bu cür idarəetmənin kökü hardan gəlir? Yəni necə olub ki, biz hazırki səviyyəyə gəlib çıxmışıq? Yəni necə olub ki, insanlar hələ də bunu anlaya bilmir, bunun arxasındakı məntiqi anlaya bilmir? Əslində bu mənim üçün o qədər də təəccüblü deyil. Çünki Rusiyanın siyasəti, manipulyasiya siyasəti çox dərindir və bunu anlamaq bəzən insanın bütün beyin gücünü alacaq bir səviyyədə olur. Rusiyanın da əsas gücüdür ki, dünyaya çox güclü təsir edə bilir. Güclü iqtisadiyyatı olmamasına baxmayaraq dünyaya təsir edə bilir. Əvvəla bütün bu olayları tam başdan başlamaq lazımdır. Rusiya Cənubi Qafqaza gəldiyi zaman Cənubi Qafqazda İran xanlıqları var idi. Yəni İranın mərkəzi hakimiyyətinə tabe olan xanlıqlar mövcud idi. Və Rusiya bu xanlıqları işğal etdi və Cənubi Qafqazı tamamilə öz təsir dairəsinə aldı. Amma daha da irəliyə gedə bilmədi. Həm bundan çəkinirdi, daha çox problem yaşaya bilərdi. Daha çox irəli getdikcə dağlıq zonalara gəlib çıxacaqdı. Onsuz da Qafqaz dağlarında başı çox çəkmişdi Rusiyanın və əlavə olaraq da özünə problem yaratmaq istəmirdi çox qabağa getməklə. Bununla da Rusiya Cənubi Qafqazda dayandı və xanlıqların işğalı ilə bu məsələni yekunlaşdırdı. Və bundan sonra Rusiyanın Qafqazda yeni bir siyasəti başladı. Bu siyasət nədən ibarət idi? Siyasət Qafqazı İrançılıqdan kənarda saxlamaqdır. Yəni İraniləşmiş bir Qafqazı, böyük çoxluğu farsça danışan bir Qafqazı dəyişməkdən ibarət idi. Və burada da Rusiya müəyyən siyasət yeritməyə başladı. İlk siyasət xristian xalqlarının dəstəklənməsi idi. Hansı ki, bu gün gürcülər, ermənilər mövcuddur. İkinci məsələ isə müsəlmanların xristianlaşdırılması idi. Və bu siyasətdən sonra Bakı, Gəncə, Lənkəran və digər yerlərdə müsəlmanların çoxluğu olduğu yerlərdə kilsələr açılmağa başladı. Həmçinin paralel şəkildə xristianlara, artıq özləri könüllü şəkildə xristian olmuş qüvvələrə dəstək verilməyə başladı. Həmçinin Rusiyadan 3000-dən artıq dini təbliğat aparan missionerlər Azərbaycana gətirildi. Və bu missionerlər müxtəlif yerlərə dağıdıldı. Və bundan dərhal sonra isə müxtəlif alimlər xalqları araşdırmağa başladı. Rusiyadan göndərilmiş alimlər
Azərbaycan xalqlarını araşdırmağa başladı. Və bunun yekununda məlum oldu ki, 30-40 illik bir prosesdə məlum oldu ki, azərbaycanlılar xristian olmaq istəmir. Xüsusən də Rusiyanın gətirdiyi xristiançılıq qəbul edilmir. Misal üçün qəribədir ki, həmin dövrdə misal üçün könüllü şəkildə erməni xristianlığını, gürcülərin yaydığı xristianlığı qəbul edənlər olmuşdu, amma Rusiyanın apardığı təbliğat özünü göstərmirdi. Nəyə görə? İnsanlar Rusiyanı xoşlamırdı. Bu yeni mədəniyyət idi, yeni din idi, həm də yeni dil idi. Və Rusiya digər tərəfdən də özünün dəstəklədiyi erməni və gürcülərdən də qorxmağa başlamışdı. Çünki onların gücü artırdı və təsir dairələri genişləndirirdi. Rusiya təsir edə bilmədiyi halda onun dəstəklədiyi bu iki qüvvə öz əhatəsini artıra bilirdi və daha çox insanı ətrafdan cəlb edə bilirdi. Və Rusiya imperiyası düşünməyə başladı ki, yəni mən bu gün bu qüvvələri dəstəkləyirəm, amma ola bilər ki, sabah erməni və gürcü millətçiliyi və yaxud da xristian qüvvələr mənə qarşı çıxsın. Yəni bu mənə problem yaratsın. Və Rusiya yeni bir plan üzərində işləməyə başladı. Bu plan nədən ibarət idi? Bu plan müsəlman dövlətlərini, bura Şimali Qafqaz da aiddir, amma mən bu gün bu barədə söhbət etməyəcəm, çünki bizim mövzumuz Cənubi Qafqazla bağlıdır. Müsəlman dövlətlərini özünə uyğun formalaşdırmaq və İrandan kənarlaşdırmaq, həm də gələcəkdə təhlükə törənərdisə, özünün dəstəklədiyi xristian qüvvələr tərəfindən təhlükə törənərdisə, bu qüvvələrdən xristianlara qarşı istifadə etmək. Rusiya imperiyası bununla da Azərbaycanda türkləşdirmək taktikasına keçdi. Çünki baxdı ki, türklər bura az sayda həmin dövrdə özünə türk deyən Azərbaycanda 10-15% əhali idi. Baxdı ki, bu türklərin yaşadığı yerlər strateji yerlər deyil. İdarə etmək asandır və bunların mədəni xətti, dilləri tamamilə fars dilindən ayrıdır, ayrı bir xəttdir. Və bu tətbiqə başladı. Və ilkin olaraq Azərbaycanda seminar açmağa cəhd göstərdi. Özünə yeni vəzifəli insanları yetişdirməyə çalışırdı. Bu alınmadıqda bu Qoriyə köçürüldü və Azərbaycan insanları başladılar Qoridə öyrədilməyə və Qoridə bir növ bu gün bizim ziyalı maarifçi dediyimiz təbəqə kəşfiyyatçı kimi yetişdirildi. Yəni Rusiya kəşfiyyatına, Rusiya ideoloji təbliğatına xidmət edən insanlar kimi yetişdirildi. Və biz bunu növbəti indi danışacağım hadisələrdə də açıq görəcəyik. Çünki indi də təbliğ olunur ki, bu Sovet dövründə daha çox təbliğ olunurdu, amma indi də bunu görə bilirik ki, təbliğ olunur ki, bu insanlar savadsızlığa qarşı idi, nə bilim, filan beşməkan. Belə söhbətlər olmayıb. Savadsızlıq məsələsi deyildi bu. Çünki Azərbaycanda bəy və xan nəslindən olan insanlar var idi ki, imkanlı insanlar, hətta imkanı zəif olan insanlar öz uşaqlarını Avropada oxumağa göndərirdi, xüsusən də Fransada. İndi sual olunur, yəni bir öz övladının gələcəyini, təhsilini düşünən adam Qori qala-qala, Azərbaycanın özü qala-qala. Nəyə görə öz uşağını göndərsin Fransaya? Nəyə görə? Çünki Rusiya propagandasının istəmirdi, xoşlamırdı, rusları xoşlamırdı bu cəmiyyət. İkinci məsələ də əgər bu savadsız idisə, uşaqlarının savadsızlığını istəyirdisə Azərbaycan xalqı, nəyə görə öz övladını yenə də Fransaya göndərirdi? Deməli, burada söhbət tamamilə ayrıdır. Bizə çatdırılan məsələ ayrıdır və bizim müasir tariximizdə, 30 illik tariximizdə də bir düzəməlli, özünə hörmət edən araşdırma olmadığına görə hələ də Sovet, Rus propagandasının təsiri altındayıq və bunu da başa düşmürük. Belə, Rusiya başladı Azərbaycanı idarə edəcək qüvvələr yetişdirməyə və Azərbaycanın türkləşdirilməsinə
İndi burada türkçülər gələcək deyəcək ki, niyə bunu deyirsən, filan belə olmayıb, amma bu reallıqdır. Yəni Rusiya bundan bu cür istifadə edib. Və bu reallıq dəyişmədi uzun illər. Hətta Rusiyanın hakimiyyət dəyişməsi zamanı, yəni sovetləşməsi zamanı belə bu kəşfiyyat dəsti qorundu. Bir müddət əlaqə etdi bu kəşfiyyat dəstindən. Ona görə də Britaniyalılar müdaxilə edə bildi məsələlərə. Osmanlıdan müdaxilə var idi. Sonradan bu məsələlər də yenidən Rusiyanın idarə etməsindən qayıtdı. Sovetlərin qurulması ilə. Və Sovetlər qurulduqdan sonra bu siyasət daha da sərtləşdi. Və Azərbaycanda nə bilim Sovetlər Türkiyənin düşmanı falan, türklərin düşmanı falan kimi göstərilir, amma bu belə deyildi. Türkiyənin yaranması da Sovetlərin iştirakı ilə baş vermişdi və bu ondan irəli gəlmirdi ki, Ruslar türkləri sevirlər, gözünə qaşına vurulublar. Yox, bu onların strateji hədəfi idi. Nəyə görə? Türkiyənin yaradılması Osmanlının dağılması ilə nəticələndi. Və qərb qüvvələrini Türkiyənin indiki ərazisinə girməyə imkan vermədi, hansı ki, Rusiya ilə rəqabətdə idilər. Britaniya və Fransadan söhbət gedir. Həmçinin Türkiyənin yaranması həm də İrançılığa qarşı atılmış bir addım idi. İrani qüvvələrin zərərsizləşdirilməsi deməkdir. Bununla da Azərbaycan məsələsi də, Azərbaycan dövlətinin məsələsi də gündəmdə yenə də qaldı və Sovetlər Birliyinə təsəvvür edin ki, Azərbaycanın ən güclü sosialist hərəkatı Talış zonasında olub, indiki Talış ərazisində olub və orada yeni bir respublika qurulub və kommunizmi dəstəkləyən bir respublika qurulub. Sovetlər Birliyi gəlir, həmin o ölkəni dağıdır, yerində təzədən Azərbaycan yaradır. Yəni sizə maraqlı gəlmir ki, nəyə görə və başında kommunistlər duran bir ölkə gəlir, kommunist bir ölkəni dağıdır, əvəzində başqa bir kommunist ölkə yaradır. Dediyim siyasətdir. Yəni Rusiya imperiyasının dövründə qalmış siyasət də davam edirdi. Yəni Gürcüstan, Ermənistan iki xristian dövlətinin olması və bunlara qarşı da bir müsəlman dövləti olması Rusiyanın siyasəti kimi davam etdi. Və yenə də gəlib danışmasınlar ki, nə bilim türk dili qadağan olunub, filan olunub. Birincisi bu dili türk dili adlandıran hazırda danışdığımız dili Rusiya olub, Rusiya imperiyası dövründə olub. İkinci məsələ, bu dilin sonradan Azərbaycan dili adlandırılması məsələsinə gəldikdə, əgər Ruslar türkçülüyə qarşı olsaydı, türk dilinə qarşı olsaydı, bu dili ümumiyyətlə məhv edərdilər. Yəni fars dilinin yerinə türk dilini gətirməzdilər. Azərbaycanda ən çox danışılan dil fars dili olub. Türk dili yox. Bunu Ruslar dəyişibdi öz xeyirlərinə. Həm İrana qarşı baryer yaradıblar, həm də bu türkçülüyü özlərinin dəstəklədiyi xristian qüvvələr bir gün nəzarətdən çıxarsa onlara qarşı tətbiq etmək üçün istifadə ediblər. Və bu siyasətə görədir ki, Azərbaycanda 70 il Azərbaycan dili, hazırki danışdığımız dil rəsmi dil kimi olub və bu Moskvanın hakimiyyəti illərində baş verib. Və bunların sayəsində türkçülük bu nöqtəyə gəlib. Hazırki müsəlmançılıq, türkçülük xətti də Rusiya tərəfindən dəstəklənir. Amma mən bu haqda növbəti videomda danışacağam. Yəni müasir dövrdə Rusiya bu ideologiyalardan özünə qarşı kimi göstərib, amma öz xeyrinə necə istifadə edir? Həm Azərbaycanda, həm də digər ölkələrin nümunəsindən sizə göstərəcəm. Təşəkkür edirəm hər birinizə.